Hər vaxtınız xeyirli olsun, dəyərli yoldaşlar. Sualların çoxluğundan, xüsusən də bu hərbi kollec, Heydər Əliyev Hərbi İnstitut, Heydər Əliyev, eləcə də Cəmşid Naxçıvanski adına liseylər, hərbi həkim, hərbi felşer, bunlarla bağlı suallar çox gəldiyi üçün mən düşündüm ki, bir video hazırlayım. İnformasiyanın təmin olunmasına müəyyən qədər mən də öz təşəbbüsümü göstərim. Çünki bu belə bir məsələdir ki, mən öncə Milli Müdafiə Universitetinə, onun rəhbərliyinə, həmçinin Azərbaycan dövlətinə bu məsələdə zərrə qədər əməyi olan bütün şəxslərə təşəkkürümü bildirirəm ki, Azərbaycan gəncləri üçün belə bir imkanlar açıblar. Təsəvvür edin, indi mən digər slaytlarda göstərəcəm sizə. Buradakı imkanlar, şərait, eləcə də orada oxuyan tələbələrdən aldığım məlumatlar belə desək məni heyran eləyir. O mənada ki, yəni hər şey yüksəkdir. İndi isə mən növbəti slaytları çevirdikcə siz nələrin və sizə nələr veriləcəyini gördükcə biləcəksiniz ki, söhbət əslində nədən gedir. Hərbi kolleclər buna orta ixtisas təhsil pilləsi, yəni orta ixtisas odur ki, kollec bizim bildiyimiz adi kollec, yəni əvvəl texnikum deyirdilər. Var orta ixtisas, yəni subbakalavr, bir də var ki, bəs bakalavr. Bakalavr ali təhsil pilləsini bitirənə deyirlər. Subbakalavr yəni yarım bakalavr, yəni ali təhsili olmayan şəxslərdə, amma orta ixtisas təhsili var. Hərbi kolleclərə qəbul üçün tələb olunan sənədlərdən və qaydalardan danışacağam. Eləcə də burada vurğulayım ki, qeydiyyat məsələlərini mən müəyyən qədər izah edəcəm, özünüz keçə bilərsiniz. Keçmədə çətinlik yaşasanız, biz müəyyən qədər bu nömrə ilə əlaqə saxlamaqla köməkliyimizi, texniki dəstəyimizi göstərə bilərik. Yaxşı, hərbi kollecə kimlər qəbul ola bilərlər? Yəni təbii ki, hər adam qəbul ola bilməz. Çünki orada müəyyən məsələlər var. Cari il, yəni bu ildə, bu ildə, yəni əvvəlki ildə yox, ümumi təhsil pilləsindən tam orta təhsil. Var orta təhsil, var tam orta təhsil. Tam orta, yəni 11 illiyi, orta təhsil söz varsa 9 illikdir. Yeri gəlmişkən onu da vurğulayım ki, hərbi liseylər, yəni Heydər Əliyev adına, Cəmşid Naxçıvanski adına liseylərə qəbul 9-cu sinifdən aparılır və buradakı buraxılış imtahanına görə aparılır. Çünki bu sualda çox vermişdilər. Qəbul ilində, yəni bu il məsələn 2025-də qəbul olursunuz, bu il 17 yaşınız tamam olmalıdır, amma 20 yaşınız tamam olmamalıdır. Əgər sizin 17 yaşınız tamam olmayıbsa və 20 yaşı keçmisinizsə, onda bura siz verə bilməzsiniz. Yəni 17-20 arası olmalıdır. Azərbaycan Respublikasının vətəndaşı olmaz, xarici vətəndaş verə bilməz. Həmçinin kişi cinsli, yəni xanımlar bura verə bilməz. Zəhmət olmasa qızlar bu barədə yazmasın, soruşmasın, çünki onlar verə bilmir. Həmçinin 18 yaşından 23 yaşına da kişi cinsli, zabit, gizir, habelə miçman rütbəsi olmayan hərbi qulluqsa və hərbi vəzifəlilər, yəni ehtiyatlı olanlar, müəyyən təlimə toplanışa cəlb olunanlar, yəni bu şəxslər qəbul edilirlər. Hərbi kolleclər Bakı və Naxçıvandadır. Keçən il Gəncədə də mən görmüşdüm. Bu il görmədim. Çox güman ki, bu belə çıxır ki, Gəncəyə qəbul aparılmayacaq. Bakı və Naxçıvan ərazisində yerləşir. Tədris Azərbaycan dilləri təhsil alma forması əyanidir. Yəni qiyabi formada orada oxuya bilməzsiniz. Mən həmçinin Milli Müdafiə Universitetinin Ulduz 0811 belə bir qaynar xəttləri var. Burayla danışdım. Yəni bu ulduz işarəsidir. Operator bəs mənə bildirdi ki, rus sektorlarda verə bilər. Yəni siz rus sektorusunuzsa bura verə bilərsiniz, amma tədris dili sizə Azərbaycan dilində keçiriləcək. Ə, Yəni bu il üçün 2025-2026 tədris ili üçün hərbi kolleclərə sənəd qəbulu 3 martdan 30 maya qədər aparılacaq. İndi ola bilər ki, siz bu videonu bəlkə də 2026-2027-də dinləyəcəksiniz, amma həmin ildə təbii ki, tarix dəyişiləcək. Burada bir məsələni xüsusən diqqətə çatdırım. 3 mart 30 may tarixi göründüyü kimi bu heç də balaca bir tarix deyil. Mart, aprel, may. Çox sağ olsunlar ki, sizə 3 ay imkan yaradırlar. Yəni o sənədləri toplam 2-3 günə toplamaq olur, amma sizin üçün 3 ay vaxt yaradırlar. Buna görə mən xüsusən də Milli Müdafiə Universitetə təşəkkürümü bildirmək istəyərdim. Hərbi kollecə təhsil alan kursantlar, indi biz mülkidə buna tələbə deyirik, orada kursant gedir bunlar. Kursantlar üçün təhsil müddətində ödənilən bir dəfəlik və aylıq ödəmələr. Bir dəfəlik odur ki, ancaq bir dəfə verilir. Aylıq ödəmə odur ki, bitirənə qədər hər ay verilir. Siz ora qəbul olanda sizə 500 manat bir dəfəlik pul verilir. Daha verilmir, bir dəfə verilir. Amma siz hər ay 100 manat aylıq təqaüd alırsınız, hər ay.
200 manat məbləğində ailə üzvlərinizə maddi yardım edilir. 150 manat isə sizin hesabınıza yığılır. Təsəvvür edin, siz hər ay 100 manat alırsınız və ailənizə də 200 manat məbləğində aylıq maddi yardım edir. Elə bil siz ox yox, artıq ailənizə də kömək edirsiniz. Görün bu nə gözəl imkandır. Bu imkan harda var? Və 150 manat da sizin balansınıza yığılır ki, bəs gələcək inkişafınız üçün müəyyən məsələlərdə xərclənmək üçün. Yəni o da əslində belə baxanda sizindir. Belə baxanda yox, sizindir o da. Yoldaşlar, hərbi kollecin müddəti 2 ildir. Yəni siz 2 il müddətində burada təhsil alırsınız. Kollecin müddəti 2 ildir. E, burada, bəs bura qəbul necədir? Siz qəbul olduğunuz ildə müəyyən qədər olur, bəzən problemlər olur. Görürsünüz ki, bu yazı ilə bağlı müəyyən qədər görürsünüz. Hə, sıxıntılar olur, bəzən sistemdə tutulmalar olur. Ola bilsin ki, yenə də həmin sıxıntıdan oldu. Hə, deməli siz 2 il müddətindədir və siz ora qəbul olmaq üçün tam orta təhsil səviyyəsində buraxılış imtahanı verən abituriyentlər. Yəni siz attestat imtahanı ki verirsiniz, buraxılış imtahanı sayılır. Həmin buraxılış imtahanının nəticəsinə uyğun olaraq siz ora qəbul olunursunuz. Və hərbi kolleclərə qəbul olmaq üçün minimum keçid balı göstərilmir. Yəni nə mənada? Məsələn, tutaq ki, biz bilirik ki, adi kolleclərə qəbul 50 baldan başlayır. Amma burada bu göstərilmir, çünki müəyyən bir limit verilir. Məsələn üçün 100 nəfər, məsələn üçün bunu deyirəm. 100-cü adama qədər qəbul edilir. Nəzərə alaq ki, burada sənədlərin daxil edilməsidir və yaxud da ki, digər məsələlər də, hələ hərbi həkim komissiyası falan var. Ola bilsin ki, orada yüksək bal yığan uğur qazanmaya bilər. Ona görə aşağı bal yığan daha uğur qazana bilər. Ona görə qəbul ilində təhsil müəssisələrinin ehtiyaclarına uyğun olaraq qəbul balı dəyişə bilər. Hərbi kolleclərdən məzun olmuş şəxslər müddətli həqiqi hərbi xidmət keçmək üçün azad olunurlar. Yəni adi o kollec bitirənlər bizdə 1 il yarım, 1 il 6 ay getmirlər hərbi xidmətə. Ondan azadsınız. Artıq siz getmirsiniz. Hərbi kolleclərdə təhsil alan kursantın təhsil müəssisəsinə qəbul balı və öz istəyi nəzərə alınaraq Türkiyə Respublikasında təhsilini davam etdirə bilər. Yəni həmin şəxs, həmin kursant, yəni təhsilində qəbul balına baxılır və öz istəyinə uyğun Türkiyədə gəlib təhsilini davam etdirə bilər. Yəni bu da sizin xaricdə təhsil imkanınız, xaricdə hərbi təhsil imkanına çıxışdır. Vallahi hər bəndi oxuduqdan özünüz görürsünüz, şahid olursunuz. Yəni heyrət olan bir şeydir. Təsəvvür edin, hərbi bir belə düşünsək şərəfdir. Siz təsəvvür edin, həm karyeranızı bu üzrə qurursunuz, həm şərəfli bir məktəbə daxil olursunuz, həm də ki bu qədər imkanlar. Dəyərli yoldaşlar, burada bir məsləni qeyd edim. Kimlər yəni hərbi kollecə daxil ola bilmir? Götürülməmiş intizam cəzası varsa, bu yalnız hərbi qulluqçusu ilə bağlı bir şeydir. Məhkumluğu ödənilməmişdirsə və yaxud da üzərindən götürülməmişdirsə, ev dustaqlığı, digər məsələlər, həmçinin ağır, xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törədibsə, hərbi təhsil müəssisəsindən xaric edilibsə, məsələn, xaric edilib yenə verir. Bax, onlar olmaz. Bir də hərbi həkim komissiyası tərəfindən hərbi kollecə təhsil almağa yararsız hesab olunur və ya xəstəlik və yaxud da müəyyən çatışmazlıq ortaya çıxarsa, öyrənilmə tədbirləri keçirilən zaman hərbi kolleclərə qəbula mane olan digər hallar müəyyən edilirsə, bu namizədlər yəni qəbul edilmirlər. Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçirsə namizəd, bunların siyahısı müsabiqədə iştirak etməsi DİM-ə göndərilir. Niyə DİM-ə? Çünki imtahanı DİM keçirir. İmtahan vaxtını DİM müəyyən edir. Bu hərbi kolleclərlə bağlı onu deyim ki, bu ilin məzunları martın 2-sində bəziləri imtahanı verib, bəziləri bu həftə, sabah yox bir gün martın 9-da verəcək imtahan. Yəni söhbət bunlara aiddir. Bir də əvvəlki il məzunları aprelin 6-sında verəcək. Yəni bu tarixlər həmin bu tarixlərdir. Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasında müayinədən keçmək üçün tarix və ünvan namizədlərə göndərilir, bildirilir. Onların Milli Müdafiə Universitetində səhifələr olur, şəxsi kabinetləri. Orada göndərilir. Digər bir məsələ isə əsas məsələlərdən ən önəmlisi sənədlərdir. Baxın, burada ərizəni görürsünüz. Ərizədir, bir də anket formasıdır. Bu hazır formada Milli Müdafiə Universitetində var. Oradan yüklüyorsunuz. Lazım olan məlumatları doldurursunuz. O da imza çəkmək yerinə qədər var. Sonra onları yüklüyorsunuz. Yükləmə qaydasını deyim. Çalışın skan eləyin. Skan eləyə bilməsəniz də telefonunuzla elə çəkin ki, skan formaya oxşasın. Ki, yəni orada hər şey aydın oxunsun.
Abituriyentin təsdiq olunmuş elektron ərizəsini çıxarır. O DİM-də ərizənizi ki təsdiq edirsiniz. Oradan PDF çıxır. Bax, ərizə çap olunandan sonra deməli DİM-in saytında vərəqin sağ küncündə çap et düyməsi yaranır. Bax, həmin yerdən çap edib kompüterin və ya telefonun yaddaşına yükləməklə bura yükləyə bilərsiniz. Tam orta təsdiqatında sənədin surəti, yəni attestatın surəti, attestatınız yoxdursa, yəni cari ilin məzunları arayış alırlar. Arayışı hardan alır? Bitirdiyi məktəbdən. Doğum haqqında şəhadətnamə bu şəxsi vəsiqəsi deyil heç də. Köhnə adında isə metrika. Metrika olur. Təbii ki, çoxunda bu var, amma bəziləri itirə bilər. İtirə bilərsə, bu artıq Ədliyyə Nazirliyinə aid olan bir sənəddir. Yəni, siz müəyyən arxivlərdən, Ədliyyə Nazirliyinin arxivlərindən müraciət eləməklə əldə eləmək imkanınız ola bilər. Şəxsi vəsiqənin surəti, yəni şəkli və yaxud da ki, yeni nəsil şəxsiyyət vəsiqəsi məlumatlar üzrə elektron arayış. Bu arayış harda olur? MyGov-da. Bax, bu saytda MyGov.az saytında olur. Oradan yükləyə bilərsiniz. Nicah və uşaqların doğum haqqında şəhadətnamənin surəti, yəni şəkli, evli olduğunda, yəni subaysızsa, deməli belə bir sənədiniz yoxdur sizin. Çoxunda bir X olacaq, çünki bu yaşlı olan şəxslərin çoxu subay olur. Ailə tərkibi və yaşayış yeri haqqında arayış ərazi nümayəndəliyi verir bunu. Yəni icra hakimiyyətinə tabe olan ərazi və yaxud da sahə ərazi və yaxud da inzibati ərazi nümayəndəlikləri bunu verir. Rəngli fotoşəkil, yəni baş geyimi olmamalıdır, baş geyimsiz olmalıdır, amma fikir verin. 6 ədəd üçün 4-ə, 2 ədəd də 4,5 6, yəni bu santimetr ölçüdə olmalıdır. Siz bunu şəkil çəkərkən yəni bu məsələni diqqətdə saxlayın. 18 yaşı tamam olmayan namizədlər üçün valideyni olmayanlar yəqin ki, qəyyum olurlar. Kimlərsə ona baxır. Həmin qəyyumların razılıq ərizəsi. Bu ərizədə notarial formada təbii ki, təsdiqlənir notariuslara. Bu da Ədliyyə Nazirliyinin sisteminə daxil olan notarial xidmətlərdir. Həmçinin siz psixonevroloji, narkoloji, vərəm və dəri zöhrəvi dispanserlərində, bəzi yerdə dispanser, bəzi yer kabinet sayılır. Qeydiyyatda olub-olmağınız barədə arayış. Bunu təbii ki, sizin belə desək, qeydiyyatda olduğunuz poliklinika, xəstəxanalardan ala bilirsiniz ki, yəni burada siz qeydiyyatda varsınız, yoxsa yox. Lazım olan sənədlər bunlardır. Bu sənədləri topladıqdan sonra Milli Müdafiə Universitetinə həmin Milli Müdafiə Universitetinin saytına girəndə yuxarıda sağ tərəfdə qəbul var. Tələbə qəbulu ilə bağlı bir pəncərə var. Onun üzərinə vuranda açılır və gəlirsiniz sol tərəfə, vərəqin sol tərəfinə və həmin sol tərəfdə isə siz belə desək, hərbi kollecləri seçirsiniz, qeydiyyatdan keçirsiniz, lazım olan sənədləri lazım olan xanalara yüklüyorsunuz və göndər düyməsini sıxırsınız. Bu qədər dəyərli yoldaşlar, diqqətiniz üçün təşəkkür edirəm. Bu videonu paylaşaq, eləcə də bəyənək ki, digər yoldaşlarımız da bunu görsün. Dediyim kimi, Heydər Əliyev adına hərbi institut, hərbi liseylər, hərbi həkim, hərbi felçer, bunlarla bağlı da videolar hazırlayıb paylaşacağam. Zəhmətə qarşı olaraq kanalı izləyək, abunə olaq, paylaşaq. Əgər qeyd etdiyim kimi qeydiyyatdan keçməklə bağlı, texniki məsələlərlə bağlı çətinliyiniz yaşansa, yəni kömək üçün bizə də müraciət edə bilərsiniz. Və düşünürəm ki, olduqca uğurlu bir ideyadır, uğurlu layihədir, uğurlu işdir və bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Çünki həqiqətən də zəhmət çəkirlər və şərəfli bir yol tuturlar. Bura qəbul olanlar da həmçinin, bura qəbul olanlara şərait yaradanlar da həmçinin və bir daha Milli Müdafiə Universitetinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Sağ olun. Bu qədər. İnşallah növbəti videolarımı da izləmək ümidi ilə hələlik deyirəm mən sizə.